Bu Alman ölüm düşərgələri haqqında çoxumuzun məlumatı var, amma ölüm düşərgələrində dövrü olaraq Almanlara qarşı üsyan da baş verirdi. Lakin ölüm düşərgələri içərisində ən böyük üsyan 1943-cü ilin oktyabrında Aleksandr Peçorskinin başçılığı altında olmuşdu ki, bu Sobibor ölüm düşərgəsində olmuşdu. Həmin zaman ölüm düşərgəsində 550 adam var idi və onlar gizli şəkildə plan qururdular ki, düşərgədən qaçsınlar və düşərgənin mühafizə dəstəsini məhv eləsinlər. Ancaq plan tam həyata keçmədi. Üsyandan artıq mühafizəçilərin bəzilərinin xəbəri vardı. Lakin buna baxmayaraq onlar üsyan qaldırdılar və düşərgədəki açıq qarşıdurmadan sonra düşərgəni tərk edib minalanmış ərazi ilə qaça bildilər. 550 insandan 300-ü düşərgədən qaça bildi. Minalanmış ərazidən isə onların yalnız 120-130 dənəsi sağ çıxa bildi. Qalan 80 dənəsi isə müharibəni qurtarana qədər döyüşməyə davam etdilər. Sobibor düşərgəsi o qədər ləkəli bir hadisə oldu ki, bu üsyan Almanlar üçün. Bundan sonra Heinrich Himmler həmin düşərgəni ləğv etmək, ümumiyyətlə kökündən dağıtmaq qərarına gəldi.